kim İmam Sadiq əleyhissalam buyurur, deyir ki, qorxa evlilikdən. Niyə qorxsun? Ki, o yoxsulluq çəkər, ona əziyyət olar, özünə əziyyət olmasa da xanımına əziyyət olar maddi cəhətdən. O sadəcə olaraq Allah öz Rəbbisinə qarşı çox pis zəndə olar. Əgər bu fikirdə ola, mömin ola və qorxa ki, maddi cəhətdən evlənsəm işlərim nə yerdə qalar. Fəqət öz Rəbbisi olan Allaha qarşı nədir? Pis zəndə olar. Niyə? Hədisin davamında deyir ki, çünki liqovlihi subhanahu və teal Allahın Quranında Nur surəsinin 32-ci ayəsində Allah subhanahu və teala buyurur ki, İn yekunu fuqara'a yughnihumullah min fadlihi. Allah Quranında buyurur ki, əgər onlar fəqir olsalar, kasıb olsalar, Allah öz fəzlindən